Hə, uşaqlar, başlayırıq birinci məntiq sualına. Deməli, 51-ci sual məntiq sualdır. Burada deyir, bax, bu elə alətin fırlanmağına fikir versəz, alət sağa doğru hərəkət eləyə fırlanır. Belə hərəkət eləyir. Görürsünüz? Aşağı. İndi növbəti dəfə hərəkəti olacaqdır yuxarı. Yəni, birinci 51-ə uyğun olur D variantı. Elə bil, alət 90 dərəcə saat əqrəbinin əksi istiqamətinə fırlanır. Gəldik 52-ci suala. 52-ci sualda verilən ədədləri bir-birinə vurursunuz və rəqəmləri tərsinə çevirirsiniz. 7 dəfə 8 56 eləyir, tərsinə çevirir, rəqəmlərin yerini dəyişir, yəni yazır 65. Ona uyğun olaraq sual işarəsini tapsaq, 3-ü 5-ə vuranda eləyir 15, 11 ilə 5-in yerini dəyişəndə olur 51. Sonra gəldik 53-cü sualda. 53-cü sualda kənarda verilən bu balaca 4 bucaq kvadratın içərisində verilən ədədləri toplayıb 2-yə vurursunuz, ortadakı ədəd alınır. Eynilə burada axırıncı sual işarəsini tapsaq, 8 üstə gəl 1, üstə gəl 9, üstə gəl 2. Bu eləyir 20. 20-ni də 2-yə vursaq, bu da eləyir neçə? 40. Deməli, 53-ə A variantı uyğun gəlir. Gəldik 54-cü sualda. 54-cü sualda hər bir ədəd özündən aşağıda yerləşən ədədlərin cəminə bərabər olur. Deməli, birinci ən içəridə olan A-nı tapsaq, olur belə. A bərabər olur, bura diqqət yetirsəz, A bərabər olur 10 üstə gəl 9, yəni 19. Sonra gəlib buradan B-ni tapsaq, B bərabər olur 34 üstə gəl 29, eləyir 63. Sonra gəlib buradan C-ni tapsaq, C bərabər olur 66 üstə gələr 63. 63. Bunları da toplayanda eləyir 129. Sonra isə deyir, bu ədədləri toplayın. Yəni 19 üstə gələ 63 üstə gələ 129. Verilən ədədləri toplasaq, deməli eləyir 211. Bu da uyğun gəlir B bəndinə. Gəldik bura. Burada fiqurlarla ədədlər arasında əlaqə var. Deməli, hər bir fiqurun tərəflərinin sayını toplayırsınız, alınan ədədləri kvadrata yüksəldirsiniz. 3 bucağın 3 tərəfi var. Sonra bu fiqurun 7 tərəfi var. Bax, 2, 4, 6, 7. Buraya yazırsınız 7. Kvadratın isə 4 tərəfi var. Bu oldu 4. Verilən bu ədədləri toplayırıq. 3 üstə gəl 7 üstə gəl 4. Toplayanda eləyir 14 və verilən 14-də kvadrata yüksəldir. Yəni 2 dəfə öz-özünə vurursunuz. 14-ü 2 dəfə öz-özünə vuranda eləyir 196. Deməli, 55-də D variantı uyğun gəlir. 56-da isə bu birinci 2 ədəddəki ədədlərin ağ və qara dairələrin sayı 3-cü qrafada verilmişdir. Burada toplayırsınız. Deməli, baxın, burada qara dairələr görürsünüz 4 dənədir. İkisi buradadırsa, deməli birinci bax bu sual işarəsinin yerində dairədə 2 dənə qara dairə olmalıdır. Deməli, A variantı uyğun gəlmir. Yerdə qalan. İndi ağ dairələrin sayına baxırıq. Ağ dairələrin sayı da yenə toplanmalıdır. Burada 2 dənə ağ dairə var. Burada 1 dənə ağ dairə var. Deməli, bizim axtardığımız sualın yerindəki kvadratın içərisində də 1 dənə ağ dairə olur. Ona o da uyğun gələn B variantı olur. 57-də cavab olur A variantı. 58-də kənardakı ədədləri toplayıb yarı böləndə ortadakı ədəd alınır. 43 ilə 15-i toplayırsınız. Eləyir neçə? 58. 58-də bölürsünüz 2-yə. O da eləyir 29. Sonra gəldik 59-cu sual. 59-cu sualda ədədi sıradır. Ədədi sırada hər bir ədəd üstünə 6 gəlməklə növbəti ədəd alınır. Yəni 6 artır. Sonuncu ədədi tapsaq 47-nin üzərinə 6 gəlməliyik. Bu da eləyir 53. Gəldik sonuncu sual. Sonuncu sualda maraqlıdır.
Deməli, birincidən ikinciyə gələndə, yəni buradan bura keçid eləyəndə 5 çıxıb, digərini keçid eləyəndə isə 3-ə vurur. Eyni qaydada A və B ədədlərini tapaq. Deməli, birincidə 14-dən 5 çıxacaq 9. İkinci B ədədini tapanda isə 9-u 3-ə vuracaq. 9-u vururuq 3-ə. Eləyir 27. İndi A ilə B-ni toplayın deyir. 27-nin üstünə də 9 gələndə eləyir 36.